Uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən, məzmunlardan və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında 27 fevral 2026-cı il tarixli sərəncamda da bu barədə konkret tapşırıqlar var. Belə ki, burada sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, eyni zamanda burada uşaqlar üçün risklərin azaldılması və məlumatların mühafizəsi və təhlükəsizliyi ilə bağlı da müəyyən tapşırıqlar var. Belə deyim, bu məsələlər daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Nazirliyimiz tərəfindən xüsusilə də məktəblərdə davamlı görüşlər təşkil olunur. Və yanvar ayında geniş tədbirlər həyata keçirildi və ötən həftə isə rəqəmsal təhlükəsizlik dərsi adlı layihəyə baş tutdu. Bu cür tədbirlərin həyata keçirilməsi uşaqların rəqəmsal mühitdə belə deyək, düzgün davranış qaydaları formalaşdırmasına kömək edir. Və eyni zamanda qeyd edə bilərəm ki, artıq dünyada bir sıra ölkələrdə sosial şəbəkələrdə uşaqların qorunması üçün müəyyən qanunlar tətbiq edilir. Belə ki, sosial şəbəkələrdə yaş yoxlaması, valideyn nəzarəti və eyni zamanda zərərli məzmunların məhdudlaşdırılması ilə bağlı sərt qaydalar tətbiq olunur. Avropa İttifaqında isə bu məsələ ilə bağlı platformalarda daha şəffaf alqoritma tələb olunur. Eyni zamanda risklərin qiymətləndirilməsi və uşaqlara yönəlmiş reklamların məhdudlaşdırılması ilə bağlı ciddi tələblər vardır. Belə deyə bilərik ki, beynəlxalq tendensiyada məsuliyyət sadəcə uşaqların və valideynlərin üzərində deyil, eyni zamanda artıq dövlətlər də platformalardan daha düzgün rəqəmsal mühit yaratmağı tələb edilir. Texnoloji baxımdan isə bu məsələ ilə bağlı müəyyən həllər tətbiq olunur. Belə ki, nümunə verə bilərəm ki, məsələn, süni intellekt əsaslı kontent filtrasiya sistemini misal göstərə bilərəm. Burada, məsələn, zorakılıq, kiberbullying və eyni zamanda uyğun olmayan görüntülər və ya uşaqların təhlükəsizliyi üçün, yəni zərərli sayıla biləcək bütün məzmunlar süni intellekt vasitəsilə aşkarlanaraq məhdudlaşdırılır, yəni uşaqlara göstərilmir. Məsələyə əslində üç istiqamətdə yanaşmaq lazımdır. Həm qanunvericilik, həm texnoloji, həm də maarifləndirici yöndə yanaşmaq lazımdır. Hər hansı bir şəxs sosial şəbəkələrdə qeydiyyatdan keçmək istəyir. Bu zaman platforma ondan doğum tarixini qeyd etməsini tələb edir. Və sistem arxa fonda yazılmış məlumata əsasən yaşın uyğun olub olmamasını yoxlayır. Əgər yaş uyğundursa, istifadəçi normal qaydada davam edir. Əgər yox, yaş uyğun deyilsə, hesab məhdudlaşdırıla bilər və yaxud bəzi platformalarda ümumiyyətlə hesab yaratmaq mümkün olmur. Əgər uşaq yaşını düzgün qeyd edibsə və müəyyən olunmuş yaş həddindən aşağıdırsa, bu zaman müəyyən təhlükəsizlik tədbirləri avtomatik olaraq aktiv olur. Yəni uşağın hesabı gizli rejimdə açılır, yad şəxslərin mesaj yazmağı məhdudlaşdırılır və eyni zamanda müəyyən reklamlar göstərilmir və həmçinin ümumi məzmun filtr olunaraq uşağa o şəkildə göstərilir. Amma praktikada bunu da görürük ki, uşaqlar yaşını böyük yazaraq sistemi keçə bilirlər. Buna görə də artıq dövlətlər belə deyək, platformalardan daha güclü yaş yoxlaması tələb edirlər. Platformalarında bu istiqamətdə müəyyən həllər tətbiq edilir ki, platformalarda, məsələn, bunlara nümunə olaraq sistemdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin yüklənməsini misal göstərə bilərik. Belə ki, bu zaman, belə deyək, doğum tarixi sistem tərəfindən avtomatik olaraq qeyd olunur. Növbəti olaraq isə qeyd edə bilərəm ki, süni intellekt vasitəsilə üz analizini misal göstərmək olar. Bu zaman isə kamera üzü analiz edir və istifadəçinin təxmini yaşını müəyyən edə bilir. Və burada əlavə olaraq qeyd edə bilərəm ki, valideyn təsdiqi funksiyası vardır ki, əgər uşaq hesab yaratmaq istəyirsə, bu zaman valideynin mobil telefonuna və yaxud elektron posta ünvanına valideyn təsdiqi, belə deyək də, sorğu göndərilir. Əgər valideyn sorğunu qəbul edərsə, bu zaman uşaq hesab yarada bilir. Amma belə deyə bilərəm ki, bu müzakirə mövzusudur. Çünki belə deyək, bizim şəxsiyyət vəsiqəmiz və üz görüntümüz bizim şəxsi məlumatımız hesab olunur. Buna görə də artıq dövlətlər və platformalar balans yaratmağa çalışırlar. Çünki bir tərəfdən uşaqların təhlükəsizliyini təmin etmək, bir tərəfdən də insanların məxfiliyini pozmamağa çalışırlar. Beynəlxalq təcrübəyə baxanda daha effektiv yanaşma əslində üç komponentin, yəni qanunvericilik, texnologiya və maarifləndirmənin birlikdə tətbiq olunduğu sistemdir. Yəni, qanunvericilik vasitəsilə platformalara müəyyən məhdudiyyətlər qoyulur, daha doğrusu məsuliyyətlər verilir. Texnologiya baxımından aktiv həllər tətbiq olunur. Maarifləndirmədə isə uşaqların daim savadlılığı diqqət mərkəzində saxlanılır.
Və nəticədə sərəncamın daha effektiv icrası üçün belə deyək, qadağalar kifayət etmir və ən uyğun yanaşma balanslı yanaşmadır. Yəni dövlətin nəzarət etdiyi, platformanın məsuliyyət daşıdığı, texnoloji həllərin aktiv istifadə olunduğu və uşaqların daim maarifləndirildiyi sistem daha balanslı sistem sayılır. Süni intellektin bəs uşaqlar üçün hansı risk faktorları vardır? Öncəliklə istərdim bunu cavablayasınız və ardınca artıq ümumiyyətlə bizdə də diqqətə alınıbdır. Süni intellektdən yayılan məlumatlarda cavabdehliyi platformalar mı daşıyır yoxsa necə? Süni intellekt vasitəsilə qanunsuz materialların hazırlanması və yayılması qadağan edilmişdir. Belə ki, cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı bir sıra qanunlarda dəyişikliyə imza atmışdır. Belə deyək ki, şəxsin razılığı olmadan onun görüntüsündən və yaxud səsindən istifadə edərək süni intellekt alətləri vasitəsilə və yaxud xüsusi proqramlar vasitəsilə müəyyən belə deyək, reallığa əks etdirməyən audioların, görüntünün və yaxud videonun hazırlanması qadağan edilib. Deməli, az öncə Almaz müəllimənin də qeyd etdiyi kimi, əslində yeni texnologiyalar uşaqlar üçün həm böyük çox belə deyək, imkanlar yaradır, çox böyük imkanlar yaradır, həm də belə deyək, bərabərində müəyyən risklər gətirir. Məsələn, uşaqların yaşına uyğun olmayan videolar, materiallar, görüntülər onların qarşısına çıxa bilər. Eyni zamanda kiberbullyingə məruz qala bilərlər, tanımadığı insanlarla ünsiyyətə girə bilərlər və saxta xəbərlərə inana bilərlər. Bu cür belə deyək, hadisələrin olması uşaqlar üçün çox böyük risk təşkil edir. Buna görə də əslində platformaların üzərinə çox böyük məsuliyyət düşür. Az öncə də qeyd etdiyim kimi, məsələn, burada süni intellekt vasitəsilə kontent filtrasiya sistemləri artıq tətbiq olunur və yaxud yaş yoxlaması məcburi edilmişdir. Eyni zamanda valideyn təsdiqi ola bilər və yaxud təhlükəli məlumatları məhdudlaşdırmaq tətbiq edilə bilər ki, bu zaman hesab gizli şəkildə açılır və həmin yaş şəxslər artıq uşağa mesaj yaza bilmir. Amma bütün məsuliyyəti platformalarda da görmək olmaz. Eyni şəkildə qanunvericilikdə də beynəlxalq təcrübəyə baxdıqda görürük ki, yəni uşaqların təhlükəsizliyi ilə bağlı belə deyək, yetərli addımlar atılmırsa, orada ya cərimə olunur, ya da ki, platformanın fəaliyyəti məhdudlaşdırılır. Eyni şəkildə bizdə də həmin qaydalar artıq tətbiq olunur. Yəni mexanizm